Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizə uşaqların çəkindiyi, qorxduğu MKN-dən bir məsələyə gəlmişəm. Deməli, bizə burada təzyiqin temperaturunun asılı qrafiki verilib. Deyir ki, həzmin temperaturunun asılı qrafikini qurmaq lazımdır. İndi biz bunu qurmaq üçün bizim çox sadə üsullarımız var. Nədir? Klaperon tənini yazmalıyıq. Klaperon təninin üstünü yazaq. PV bölmək 2 bərabərdir konstant. Klaperon tənini yazdıq. İndi uşaqlar, biz bu qrafiki çəkmək üçün, yəni VNT-dən asılı qrafikini çəkmək üçün bu grafikdə bir-bir baxmalıyıq. 1-2 hissəsi və 2-3 hissəsindən bir-bir baxacağıq. Deməli, bunu yaşıl rənglə yazıram. Bunu isə bənövşə rənglə yazdıq. İndi yaşıl rəngdən PV böl T düsturunu yazacağım. PV böl T düsturunu yazdıq. İndi deməli uşağı nə deyir bizə burada? 1-2 hissəsində nə sabitdir? Aha, bu ox nəyə perpendikulyar temperatura? T sabit olduğu üçün P ilə V necə asılıdır? Tərs asılıdır. Görürəm ki, təzyiq artıbsa həcm nə olmalı? Təzyiq artıbsa həcm nə olacaq? Azalacaq, tərs asılıdır. Temperatur sabitsə, təzyiq artıbsa həcm nə olmalıdır? Azalmalıdır. İndi çəkək biz qrafikimizi. V-nin T-dən asılı qrafikini çəkək. Nə demişdim? Temperatur sabit. Sabitliyi çəkdim mi? Əla. Dedim, təzyiq artıbsa həcm nə olmalıdır? Azalmalıdır. Baxın, yazdıq. 1-2. Əla. İkinci hissə. Bənövşəni yazacağım. Baxın, bənövşəni. PV bölü yazırıq. Nə sabitdir burada bəs? Nəyə perpendikulyardır? Təzyiqə. Təzyiq sabitdir. Əla. Təzyiq sabitsə həcmlə temperatur necə asılıdır? Düz asılıdır. Aha, əgər temperaturum artıbsa, baxın artıb. Temperaturum artıb deməli həcmim də artmalıdır. Temperaturum artıbsa həcm də artmalıdır. Temperatur artıbsa həcm də artacaq. Necə olacaq qrafik? Düz asılıdır. Bu da olacaq nə? 2, 3. Bu qədər sadə. Elə bir qrafikimiz var. Bəli, cavab E variantı. Çox sadə.